Deməli, ölkədə vətəndaşın dövlətdən narazı salınması prosesi gizli formada davam etdirilir. Xırdalanda, Zəngilandan və Qubadlıdan olan məcburi köçkünlər orada özlərinə bir yataqxana kimi bir yer tapıblar, orada məskunlaşıblar və indi də gəliblər ki, buradan çıxmalısınız, getməlisiniz Qobuya, Qobudan təzədən Zəngilana və Qubadlıya. Güya orada hansısa tikinti şirkəti deməli, ərazini sökəcək, nəsə tikəcək. Yəni, hansısa bir tikinti şirkəti əgər yeni bir bina tikmək istəyirsə, Bakıda yerdən çox yer var. Bunun bir dənə səbəbi var ki, sadəcə məcburi köçkünlər, digər vətəndaşlarımız dövlətimizdən narazı düşsün. Bunu da hansısa maraqlı qüvvələr eləyir. Çünki bu adam onsuz da qaçqın düşüb gəlib bura. İndi bir də çıxıb öz kəndinə getmək istəyir. Yəni, özü dili ilə deyir ki, məni öz kəndimə göndər. O bəzi gədə-güdələr var, belə o şərəfsiz qədələr deyirlər, gedin də neyini. Yəni, bu vətəndaş deyir də getmək istəyirəm. Amma sən bunu təzədən Qobuya göndər, Qobudan da Zəngilana. Bu adamın da ömrü, belə deyək də, ancaq köçməklə ki, başa çatdı ki. Yəni, bu qədər olmaz, bu qədər vicdansızlıq və bu qədər də vətəndaşı narazı salmaq olmaz.